Bipaz qəbələ sayəsində artıq Amerika, Almaniya, Rusiya, Kolumbiya və İngiltərəyə gəzməyə getməyinizə ehtiyac qalmadı, hamısının atmosferini obyektə gətirdik. Amerikanın quruluşunun 100 illiyi münasibətilə Fransa tərəfindən hədiyyə olunmuş Azadlıq heykəli orijinalından fərqli olaraq bizim kabinetdə pivəyə oturub. Bu kabineti də retro tərzdə yeniləmişik. 4-cü pivədən sonra adam özünü burada 70-ci illərin Miamisində hiss edir. Bu kabineti də Almaniyanın Bavariya əyalətindən ilhamlanaraq daha çox pivə mövzusunda yenilədik. Bu kabinetdə oturub 3 bakal Erdinger pivəsi içdikdən sonra adam özünü bəzən hər il oktyabrda Bavariyanın paytaxtı Münixdə keçirilən Oktoberfest tədbirində hiss eləyə bilir. Bu kabinetdə yeyib-içib yüngül keyflənən oldu mu, özünü bir anlıq Rio de Janeiro'da keçirilən karnavalda hiss eləyir. İkiyə davam eləyənlər qalır karnavalda, davam eləməyənlər isə qayıdır kabinetə ki, qaqaviz qərarımızı bilən oğlanıq. Bu kabinetin adını da Moskva qoyduq. Burada oturub Nemirov içəndə adam qayıdır Sovet Rusiyasına, Absolut içəndə də gəlir modern Rusiyada qırmızı meydana düşür, Nataşalar da özləri yaxınlaşır. Burada Kolumbiyadır, bu kabinetdə oturub içkini qarışdıranda adam özünü rəngarəng gecə həyatı ilə dünyada məşhur olan Kolumbiyanın Bogota şəhərində tapır. Burada İngiltərədir, bu kabinetdə oturub içki içən olanda Mr. Bean oradan nəsihət verir ki, abalacavan uşaqsan, o zəhəri az iç. Videonu bərabər gələcəyiniz dostlarınızla paylaşın. Kabinetlər haqqında və ümumi suallarınızı, video haqqında fikirlərinizi də yazmağı unutmayın.